Həyatda elə bir döyüş var ki, bunu heç kim görmür və məhz bir insan uğur qazanmasının əsas səbəblərindən biri də bu döyüşdür və bu döyüş bir insanın daxilində baş verən bir döyüşdür. Və indi isə sizin bir insan düşünməyinizi istəyirəm və bu insan hər səhər oyananda onun qarşısında iki səs dayanır. Bir səs söyləyir ki, bu gün heç bir tapşırığı etmə, biraz daha da yat və daha sonra çalışmağa başlayarsan. Və digər tərəfdən isə bir səs söyləyir ki, sən bu gün çalışmasan, öz hədəflərindən daha da uzaqlaşacaqsan. Və bu iki səs heç vaxt dayanmır. Hər gün sizin qarşınıza iki seçim ortaya çıxır. Və bir insanın həyatını dəyişən də, yəni bir insanın uğur qazanmasını müəyyən edən də bu iki səsdən birini seçməsidir. Bir çox insan uğurun sirrini kənarda axtarırlar. Onlar daha yaxşı şərait, daha çox motivasiya və s. kimi bu cür mükəmməl şeylər axtarırlar. Amma həqiqətən də sizə bunu söyləmək istəyirəm ki, mükəmməl bir vaxt axtarmaq həqiqətən də bu heç vaxtdır. Çünki bir insanın başlaması onun daxilindəki dəyişiklikdən sonra başlayır. Yəni bir insan ilk addımı atması, ilk öncə o insan öz düşüncə tərzini, öz daxilindəki bu müharibəni qazanmaqla başlayır. Və bir insan ən böyük müharibəsi öz daxilində gedən müharibədir. Və bir insan öz düşüncələrini idarə edə bilmirsə, təbii ki, bu insan öz vaxtını da idarə edə bilməz. Və vaxtını idarə edə bilməyən bir insan da öz həyatında istədiyi uğura qazana bilməz. Və bəzən bir insanın qarşısındakı ən böyük maneə başqaları olmur. Burada ən böyük maneə səhər tezdən zəng çalınarkən yenidən yatağa qayıtmaqdır. Və yaxud da bu gün görülən işləri sabaha ertələməkdir. Və yaxud da bu gün ilk addımı belə atmamaqdır. Və yaxud da motivasiya videosu izlədikdən sonra hərəkətə keçməməkdir. Bu, bir insan qarşısındakı ən böyük maneədir. Çünki bir insan öz daxilində mənfi düşüncələrlə pozitiv düşüncələr mübarizə edir. Və burada da bu müharibədən sonra təbii ki, əgər ki, mənfi düşüncələr qalib gələrsə, bir insan reallıq zonasına düçar ola bilər. Və burada öz hədəflərini yavaş-yavaş unutmağa başlayacaq. Çünki burada artıq mənfi düşüncələr qalib gəldiyi üçün və bir insan zəng çalan kimi ayağa qalxıb disiplinli bir şəkildə idman edə bilmədiyi üçün və yaxud da öz çalışmalarını eləyə bilmədiyi üçün və yaxud da bu çalışmaları sabaha ertələdiyi üçün artıq heç bir çalışma eləyə bilmir və rahatlıq zonasına düçar olub yavaş-yavaş artıq ilk addımı belə atmağı unudur və nəticədə bu insan öz uğurunu qazana bilmir. Və sizə bunu da söyləmək istəyirəm ki, rahatlıq zonası nə qədər gözəl görsənsə də, əslində bu, həqiqətən də bir insan, uğur qazanmaq istəyən bir insan üçün ən böyük tələlərdən biridir. Çünki rahatlıq zonasında olan bir insan əlinə 1 saat telefonu alıb boş-boş TikTokda videolar izlədiyi üçün burada həm enerjisi, həm vaxtı, həm də diqqəti yayılmış olur və nəticədə bu uğur qazanmaq istəyən bir insan öz hədəfləri üçün doğru düzgün çalışa bilmir. Və nəticədə bir çox insan da ağlındakı bu mənfi düşüncələri, yəni bu gün ediləcək işləri sabaha ertələdiyi üçün artıq rahatlıq zonasında saatlarla TikTokda video izlədiyi üçün burada beyni artıq yorulmuş olur və nəticədə heç bir addım atmaq istəmir. Və bu həqiqətən də bir insanın özünə qalib gəlməməsinə yol açır. Günlər keçir, aylar keçir, illər keçir və bir insan rahatlıq zonasından çıxdıqdan sonra geriyə dönüb baxdığında itirdiyi ən qiymətli şeyin zaman olduğunu anlayır və həqiqətən də zaman geri qayıtmır. Buna görə də hər gün çox əhəmiyyətlidir. Yəni hər gün 1% belə inkişaf etmək bir insanın həyatında həqiqətən də çox böyük bir fərq yarada bilər. Və bir insan sadəcə hər gün 1 saat və yaxud da 1% belə inkişaf etsə, bu bir ildən sonra həqiqətən də 365% o insan daha da yaxşı etmiş olacaq. Və həqiqətən də bu bir ildən sonra bir insan gözəl bir nəticə əldə etməsi də çox gözəl bir şeydir. Bir insan hər gün verdiyi kiçik qərarlar onun gələcəyini səssiz şəkildə formalaşdırır. Bir səhifə kitab oxumaq, 1 saat öz üzərinə çalışmaq və yaxud da telefonu bir kənara qoymaq. Bunlar həqiqətən də xaricdən çox kiçik kimi 1%lik bir addım kimi görsənsə də, əslində bunlar bir il ərzində ardıcıl şəkildə davam etdikdən sonra həqiqətən də bunlar çox gözəl bir şəkildə nəticə vermiş olacaq. Və bu həqiqətən də bir insan öz daxilində apardığı bir müharibədir. Və indi isə mən sizə bir insan özünə qalib gəlməsinin 3 əsas qaydasını sizinlə bölüşmüş olacağam. Və ümid edirəm ki, bu 3 əsas qayda həqiqətən də sizin üçün faydalı bir qayda olmuş olacaq.
Birinci qaydamız hisslərə yox, prinsiplərə güvənməkdir. Və sizin də bildiyiniz kimi hisslər dəyişkəndir, yəni motivasiya dəyişkəndir. Hər an dəyişə bilər, hər gün dəyişə bilər. Bir insan bir gün özünü güclü hiss edə bilər və bir gün isə özünü çox yorğun hiss etmiş ola bilər. Və bir insan öz çalışmalarını sadəcə hisslərinə bağlı olaraq çalışarsa, bu həqiqətən də o insanın qazandığı nəticələr də dəyişkən olmuş olacaq. Yəni o insanın uğur qazanması artıq yavaş-yavaş gecikmiş olacaq. Amma bir insan həqiqətən də hər gün səhər tezdən oyanıb özünü çalışmağa yönləndirsə və hər gün disiplinli bir şəkildə istəsə də, istəməsə də hər gün çalışmalara başlasa, özünə verdiyi sözü əməl etsə və bu həqiqətən də bir insan özünə verdiyi sözü tutması deməkdir. Və bu həqiqətən də bir insanın öz uğur yolunda gözəl nəticələr əldə etməsinə yol açmış olur. Və ikinci qaydamız isə kiçik qələbələri yığmaqdır. Bir insan böyük uğur qazanmaq istədiyi zaman böyük addım atmaz. O insan ki, hər gün kiçik-kiçik addımlar ataraq istədiyi qələbəyə sahib ola bilər. Və həqiqətən də bir insan özünə qalib gəlməsi üçün də hər gün bu cür özünə kiçik-kiçik tapşırıqlar müəyyən edib, bu tapşırıqları yerinə yetirib hər gün qalib olmasıdır. Və nəticədə bu insan 1 il sonra, 2 il sonra və istədiyi uğuru qazandıqdan sonra həqiqətən də özünə qalib gəlmiş olur. Və bir insan hər gün kiçik-kiçik addımlar ataraq özünə inanma artırmış olur. Çünki bir insan hər gün çalışaraq buradan artıq nəticələr əldə etdiyini görür və buradan da yavaş-yavaş motivasiya almağa başlayır. Və buradan da yəni bu nəticələrdən qazandığı motivasiyanı istifadə edib daha çox nəticə qazanmaq üçün çalışmış olur. Və bu həqiqətən də bir insanın özünə qalib gəlməsinə yol açmış olur. Və üçüncü qaydamız isə bir insanın hər gün inkişaf etməsidir. Və videonun başında da söylədiyim kimi bir insan başqaları ilə mübarizə etmir. Bir insan sadəcə öz dünənki vəziyyəti ilə mübarizə etmiş olur. Yəni burada əsas məqsəd özünə qalib gəlmək deyil, bir insan hər gün dünənki vəziyyətindən daha yaxşı olması deməkdir. Yəni bir insan dünən 1 saat işləyirsə və bu gün 2 saat çalışırsa, bu həqiqətən də bir insanın özünə qalib gəlməsi deməkdir. Və indi isə sizin bir sərkərdə təsəvvür etməyinizi istəyirəm. Və bu sərkərdə müharibədə uğur qazanmaq üçün ilk öncə öz ordusuna nizam-intizam yaratmalıdır. Və bu öz ordusunda, yəni bu əsgərləri həqiqətən də gözəl bir plan qurub, bu plan üzrə hərəkət etməyi əmr etməlidir. Və əgər ki, bir sərkərdə öz ordusuna hakim ola bilməzsə, həqiqətən də bu müharibədə də uğur qazana bilməz, yəni bu müharibədə qalib gələ bilməz. Və bir insanın bu həyatda uğur qazanması üçün də öz hisslərinə, düşüncələrinə, öz vərdişlərinə hakim olması ilə bağlıdır. Yəni bu vərdişlər, düşüncələr bir insanın əsgərləri kimidir. Və bu bir insan özünü sərkərdə kimi təsəvvür edərsə və bu öz ordusuna, yəni düşüncələrinə, vərdişlərinə, çalışmalarına tam şəkildə hakim olarsa, bu həqiqətən də bir insanın öz həyatında istədiyi uğura nail olmasına yol açmış ola bilər. Və bu həqiqətən də bir insan özünə qalib gəlməsi deməkdir. Və ümid edirəm ki, mənim bu videom sizin üçün çox faydalı bir video olmuş oldu. Sağ olun, özünüzə yaxşı baxın, gələcək videolarda isə görüşmək ümidi ilə.